Hansımızda bu işlə birlikdə PUBG oynayacaq. PUBG-də sizə verilməsi gerəkən qrafik ayarlarını verəcəyəm və siz də oradan bu qrafik ayarlarını eləyərsiniz. Sizə verdiyim qrafik ayarları full HS atma qrafik ayarlarıdır. Məsələn, sizə göstərdiyim ayarlarla yanındakı dostum olaraq sizə göstərdiyim qrafik ayarlarla yanındakı dostum ilə onları da sizə göstərməyə çalışacağam. İndi keçək bizim qrafik ayarlarımıza. Birinci M4 seçəcəyəm sizin üçün. Seçək M4'ü. M416'nı seçirik. Birincisi, mən bu dəqiqə ortada olan ağ şeylə oynayıram. Ortada olan ağ şey adını da bilmirəm, üzrlü sayın. Bu, mən avantajsızlığı sizə göstərmək üçün ağı göstərdim və bununla sizin heysiləriniz görsənmir. Ona görə də ki, belə, məsələn, buradan gəlib baxmaq istəyəndə belə problem verir. Ona görə də ki, sizə verəcəyim ayarlar ilə full HS atasınız. Məsələn, burada baxın, belə kask tam göstərir. Amma mən ən sevdiyim ayarlardan biri də ki, nişangaha giririk, buradan qaranı seçirik. Qaranı seçirik. İndi baxın da siz qaranı seçəndə nə tər belə olur. Mənim ən sevdiyim bunlardan qaradır. Bir də ki, dikiz atıb vuranda sizin öz hassasiyyət ayarınız olmalıdır. Öz hassasiyyət ayarınız olanda, məsələn, belə gəlirsiniz, məsələn, belə kəllədən vurursunuz, məsələn. Buradan belə gəlib vurduğunuz üçün də ki, siz daha çox heysələri bəlliləşdirə bilirsiniz. Bu qara ortadakı qara şeyin mənə əhəmiyyəti daha çox belə videolarda kask atdığım görsənsin deyə. Videolarda kask atsın görsənsin deyə onu qoyuram. İndi çağırım geçsin bir dənə bura. İndi dostlar, sizə AUG-un yerinə, məsələn, çox insan işlətdiyi silah AUG-un yerinə, məsələn, mən də MG-ni tərcih eləyirəm. MG-ni tərcih elədiyim üçün də ki, bu hassasiyyət ayarlarını verdiyim üçün, bu iki silahda verdiyim hassasiyyət ayarları iki silahda daha qəşəng işləyir. Hassasiyyətimizə keçdiyimizdə 3-cü şahs dürbünüsü 81-də sizə tavsiyə eləyirəm. 81-də tavsiyə eləyirəm deyəndə ki, belə nətər deyim, onun siz baxır sizin oynayışınıza da, bu sizin öz qərarınızdır, özünüz də yoxlayırsınız. O şeyiniz lazım olmur. Daha çox lazer holografik. Bunlar da ki, lazer holografik bilməyənlər üçün də ki, sizə göstərəcəyəm lazer holografik nədir. Lazer holografik belə basanda bunun yavaş-yavaş aşağı yenməsi ya da sürətli aşağı yenməsidir. Bu verdiyim ayar jiroskop oynamayanlar üçündür. Jiroskop oynayanlar üçün də ki, ayar verəcəyəm gələn videomuzda. 10 vaxt gəlsə, gələn videomuzda da ki, dediyim videomu paylaşacağam. İndi məsələn deyəm ki, sizə verdiyim hassasiyyət ayarlarından əvvəl. Deməli dostlar, gəldim. Sizə verdiyim hassasiyyət ayarları ilə oynamadan əvvəl sizin eğiminiz də olmalıdır. Sizin öz eğiminiz olmalıdır. Siz öz eğiminizi baxa vura bilərsiniz. Ya da ki, promu buradan ona da vura bilərsiniz. Məsələn, dikiz ən vacib olan şeydir. Dikiz nədir? Məsələn, dikiz nədir desəz, Erangle'da, TDM-də ən lazım olan şeylərdən biri də ki, dikizdir. Dikizi eləyəndə bu sağ-sol deməkdir. Məsələn, dikizin ən pis yanı sol dikizdir. Bir dənə sağ dikizin dönüşünə baxın, bir də sol dikizin. Bir dənə sağa baxın, bir də sola baxın. Qabağa dönür, sola da çox az dönür. Burada ki, məsələn, deyəm ki, duvar fight'dan da çox avantajlı olur. Amma, məsələn, deyəm ki, gəldiyiniz belə sağa döndüyünüz çox avantajlı olur. Bu yetim də qaldı burada. Bunu da sizə göstərəcəyim ayarlar da olacaq. Və elində də ABM vardı. Məsələn, deyəm ki, sizin qabağınıza bir adam çıxdı. Sizə ayaq səs gəldi adam çıxdı deyəndə. Gəlirsiniz, adam uzanıb yerə. Bu uzanma yeri də ki, məsələn, belə daha taktiksel olur. Məsələn, indi bunu yerə uzanmasını istəyəcəyəm. Qanmayacaq şimdi. Deməli dostlar, deyəm ki, siz gəldiniz belə ayaq səsi almışsınız. Belə gəlirsiniz, adam yuxarıda gör, adam burada gör, siz deyirsiniz və yuxarıdadır. Amma adam fikirləşin ki, yerdə yatıb ancaq kask qoysa, sizin avantajınız çox az olur. Daha çox TDM veysələndə hər insan belə eləyir. Baxın, belə vururlar, adamın başını çarıxdırırlar.
Bu da ki, bunun da ki çox böyük əhəmiyyəti vardır. Bir də ki, dikizi də demişdim sizə. Dikizin də əhəmiyyəti özünüz də bildiyinizdən. Sağdan adım gələnlər belə vurup vurmaqdansa, belə vurup vurmaq sərf eləyir. İndi buna deyim dursun ayağa. Qanat soğuk kokusu. Ayağa durdu. Deməli dostlar, AQ seçəndən sonra da ki, video sizə verdiyim hassasiyyət ayarları AQ ilə MC üçün idi. Qrafik ayarlarına gəldiyimizdə isə qrafik ayarlarını rəngli tavsiyə edirəm. Parlaqlığı da ki 100-də tavsiyə edirəm. Keçən videomuzda sizə 100-də tavsiyə eləmişdim. İndi 150-də tavsiyə edirəm. Dediyim kimi o qrafik ayarı, bu qrafik ayarı. Bunlar imenli MC və AQ-lara daha qəşəng. Üstüne tez gəlsin, məsələn belə görürsünüz. Bu da ki parlaqlıqda qəşəng da qəşəng sizə sərf edeyim. Məsələn göz atmaq üçün M24-ün göz atmaq ayarlarını da sizə verə bilərəm. Ancaq kask göz atmaq ayarlarını da sizə verə bilərəm. Deməli sizə indi nişangahı göstərəcəm. Nişangahda çox insan qoyur yumruya oynayır. Bu yumruda mən heç oynamadım. Adamın beynini qarışdırır, böyle ortasında çox pis sıxır. Sizə ton nişangahlardan ən tavsiyə etdiyim nöqtədir, bu da budur. Mən birincini tavsiyə edirəm, oyunun verdiyi özüyər. Bir də ki, sizə nəşlərdən demişdim, nəşlər vaxtı effektlərə gəldiyimizdə, effektlər üçün sizə hasar rəngin yaşılda tavsiyə edirəm. Bir də ki, isabət rəngindəki bu yaşalda tavsiyə edirəm ki, adam vurduğunuz yerə daha qəşəng görünər. Nəysə dostlar, sizə verdiyim hassasiyyət bu iki silah üçün idi. Gələn videomuzda görüşərik, hələlik.